Salam. Bildiyimiz kimi miqren baş ağrısı daha çox qadınlarda görülür. Adətən miqrendən əziyyət çəkən xanım pasientlərimə müayinəyə məhz həyat yoldaşları ilə gəlməyi tövsiyə edirəm. Bu hər kəsə aid deyil, amma bəzən həyat yoldaşları deyir ki, doktor, xanımımın çox başı ağrıyır. İnsanla bu qədər baş ağrıyar. Yəqin ki, bunun psixoloji problemləri var və yaxud özü baş ağrısını biraz da şişirdir. Xatırladım ki, miqren nevrologiyada yetəri qədər ciddi bir xəstəlikdir. Miqren adətən bir tərəfli, ya sağ, ya sol tərəfli çox şiddətli birincili baş ağrısıdır. Miqren baş ağrısı zamanı adətən ürəkbulanma, bəzi hallarda qaytarma olur və pasiyent işıq, səs, qoxulardan narahat olmağa başlayır. Əgər özünüzdə və yaxınlarınızda miqren baş ağrısı varsa, vaxtında nevroloqa müraciət edin. Hər zaman sağlam olun. Sizin nevroloq Doktor Jalə Qarayeva.